Əziz, değerli müsəlmanlar, əziz qardaşlar, ilk önce Allah'tan qorxmağı tövsiyə edirəm. Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir tövsiyesidir. Buyurun ki kelamında biz sizden evvelki ehli kitaba tövsiyə ettiğimiz kimi size de Allah'tan qorxmağı tövsiyə edirik. Ve sonra bil ki adlıq bir oddur. Hansı ki bətinlərdə, qarınlarda alovlandıqda cəsədləri, bədənləri yandırır. Və qorxu bir küləkdir. Qəlbləri əsdikdə ruhları sarsıldır. Və əgər qorxu ilə aclıq cəm olursa bir ümmət üçün onun üzünü soldurar. Qüvvətini zəiflədər, titrədər, dünyasını dar edər. Ona göre de Allah Taala'nın bendelerine verdiği en azametli nimetlerden biri de onların ihtiyacını ödeyeceği günlük ruzidir. Kalplerini rahat edeceği, sakit edeceği emin amanlıqdır. Bu sebepten İbrahim Peygamber emin amanlığı yemekten qabaq istəyib Rabbindən. Sonra ruzi diliyib. Ve izqal İbrahim Rabbi İc'al hâzâ beleden âminâ. İbrahim bir zaman deyip ki Rabbim bu şehre emin aman et. Varzuk ehlehu mine's-semerât. Ve onun ehlini meyvelerden behrelendir, ruzi ver olarak. Ve gelip Kureyş suresinde ellezî at'amehum min cu'in ve âmenehum min havf. O Allah ki onlara azlıktan sonra yedizdirdi, doyurdu. Korkudan sonra onlara emin amanlıq verdi. Və əbəs yerə cəm etməyib. Öz kəlamında, kitabında, qorxu ilə azlığı bir yerdə əbəs yerə cəm etməyib. Xəlilin duasında emin amanlığı öncə, sonra ruzini öğretmək istəyir bizə ki, bu iki neymət həyatın əsasıdır. Cəmiyyətin əsas təməlidir. Və öyrədib ki, çörək əgər emin amanlıq yoxdursa, arxayınlıq yoxdursa acıdır. Və öyrədib ki, emin amanlıq da əgər iman yoxdursa zəifdir, kövrəkdir. Ona görə dinin fəsadı, əxlaqın fəsadı, ədalətin yoxluğu səbəbdir bu iki neymətin əldən getməsinə. Misal çəkib Rəbbin. وَدَرَبَ اللّٰهُ مَثَلًا قَرْيَةً. Allah Teala bir kəndi misal çəkir. Kânət əminətə mutmainnə. Əmin amanlıq, rahatlıq içindeydi. Yətihə rizquha rəqadən min kulli məkən. Ruzisi bol bol hər yerdən gəlirdi. Fəkəfərat bi ən'umillah. Allah'ın nemətlərinə nankör oldular. Fəəzəqəhə Allahu libasəl cu'i vəl xawfi bimə kənu yasna'un. Etdiyi əməllərinə görə Allah Teala onlara acılıqla qorxu libası dattırdı.